Salam dostlar. Bugün bizim Flask derslerinin artıq layihə üzərində tətbiqinə yavaş-yavaş başlamağı düşünürəm. Bugünkü işimiz bizim keçən dərsdə biz bəsit ORM haqqında bir informasiya əldə elədik və orada dedik ki, biz 3 dənə moduldan danışdıq. SQLite modulu, ondan sonra SQL Alchemy modulu və Flask SQL Alchemy. İndi birinci biz təbii ki bu modullardan Flask SQL Alchemy-ni birinci istifadə edəcəyik və bugün Flask SQL Alchemy istifadə edərək necə kod əməliyyatları yerinə yetirmək olar, onun haqqında biraz danışacağıq və standart bir database'in qurulması və s. onlar haqqında danışacağıq. Deməli, bunun üçün biz ilk əvvəl Flask SQL Alchemy ilə işləyə bilmək üçün təbii olaraq mən layihəmin environment'ını aktiv edirəm. Environment, scripts və activate edirəm. Və burada mən bunu run eləmədən əvvəl indi mən hansı şeydən istifadə eləməliyəmsə, moduldan istifadə eləməliyəmsə, onu install edirəm. Və bunun üçün də installation üçün də birbaşa elə indi mən burada bəzən diqqət edəcəksinizsə, bunların dokumentasiyasından çox istifadə edəcəm. Bunu niyə edirəm? Çünki frameworklərdə dokumentasiya, əliniz dokumentasiyanın üstündə olmadan biraz iş görmək düzgün deyil. Niyə? Çünki dokumentasiya bu framework'un necə tətbiq olunacağı haqqında məlumat verir bizə. Və biz orada nə qaydalar varsa, minimal qaydalar belə deyək, onların üzərində işləyə bilərik, onlardan istifadə edə bilərik vaxt getməməsi üçün. Təbii ki, indi burada öyrənəndə indi onun haqqında da biraz dərsin içərisində danışacağım ki, bir framework'un istifadəsi var. Bir də o framework'un istifadəsinin altında yatan səbəblər nədir? Onlara baxacaq təbii ki, onların necə işləmə prosesinə baxacaq biz. Ayrı şəkildə. Dolayısıyla mən indi gəlib birinci nə etməliyəm? Əgər bu Flask SQL Alchemy package-ini istifadə etməliyəmsə, təbii ki, bunu birinci yükləməyim lazımdır. Gəlirəm pip install Flask SQL Alchemy. Bunu mən install edirəm. Və ondan sonra mən harda işimi görəcəmsə, hələ ki bu artıq SQLite'dan istifadə eləmədiyimə görə bunu silə bilərəm buradan və bununla əlaqədar kodları da hələ ki silim və bura tərs yazım, bizdə problem olmasın və ya təzədə ehtiyac yoxdur. Və bu artıq database'ini boşaltdım və burada mən necə işləyəcəm? Yəni, bu prosesi birinci dediyim kimi öz beynimizdə canlandırmalıyıq ki, mən SQL ilə işləyəndə necə işləyəcəm. Birinci, Flask SQL Alchemy ilə işləyəndə standart bir qaydadır. Mən bunu nə etməliyəm? Import eləməliyəm. Nəyi import eləməliyəm? Baxın, SQL Alchemy klassını import eləməliyəm. Burada. Bunu import elədik. Flask SQL Alchemy-ni import elədik və bundan sonra deməli mənim indi prosesim, burada addımlarım necə olacaq? Birinci, burada bir qərarımızı vermək lazımdır. Mən bir database üzərində işləyirəmsə, birinci, mən sıfırdan bir database, baxın burada normalda mənim bir dənə database'im var. Bunu buradan silirəm. Baxın, bu database'i silirəm. Bircə dəqiqə buradan istifadə olduğuna görə bunu silin buradan. Və bu database silindi. İndi mənim əgər database ilə işləyirəmsə, ORM məntiqi ilə işləyirəmsə, keçən dərsdən də xatırladığımız kimi ORM məntiqi neydi? Mənim Python'da kod yazaraq SQL-i idarə edə bilməyim üçün bir sistem yaradırdı. Bu sistemin Flask SQL Alchemy ilə necə reallaşdırdığından bir dənə göz gəzdirək. Burada birinci nə proses olmalıdır? Mən normalda zaten SQL-də mən iş görəndə nə edirəm? Birinci database'i yaradıram. Sonra database'imin table'ını yaradıram içərisində və ondan sonra onun üzərində YML query'lərini yazmağa başlayıram.
İndi eyni şəkildə də burada da proses elə getməlidir. Yəni birinci database yaradılmalıdır. Database yarat. Ondan sonra cədvəl yarat. Cədvəl yarat. Cədvəl və yarat. Daha sonra isə nə yaradaq? Biz DML-dən istifadə edelim. DML sorğularını test edelim. Test et. 3 dənə mərhələdən ibarətdir. İndi mən burada birinci burada deyəcəm ki, bu SQL Alchemy ilə database'i idarə edə bilmək üçün mənim bir dənə DB adında obyekt yaratmağım lazımdır. Bu da nədən? SQL Alchemy klasından yaratmağım lazımdır və burada API parametr olaraq verməyim lazımdır. İndi burada bir haşiyə çıxmaq istəyirəm. Burada məsələn hələ ki baxın Flask klasının detallarından danışmadım. Ondan sonra məsələn bu app obyekti yaradıldı. Tamam, app obyekti yaradıldı və ondan sonra root yaradıldı. Ondan sonra burada run metodu istifadə olundu və s. Böyük ehtimalla özünüzdə də sual var ki, tamam bunu mən işlədirəm. Okey, gedir bir şey yaradır, server yaradır və s. eləyir. Bunda problem yoxdur. Amma özünüzdə sual verəndə ki, mən görəsən bu run komandası, run metodu işləyəndə bunun altında hansı proseslər gedir? Və ya Flask klasında başqa hansı metodlar var? Mən bunlardan nələrdən istifadə edə biləcəm və necə? Niyə mən bura name parametri vermişəm? Başqa hansı parametrlər verə bilərəm və s. Bunların detalları haqqında danışılacaq. Amma dediyim kimi birinci bütün şəkli bir görməyimiz lazımdır ki, yəni ki, application yaza biləcək səviyyədə biz framework istifadə edə bilməliyik ki, bu bizə motivasiya versin ki, bir tərəfdən mən layihəmi yazıram, bir tərəfdən də onun detallarını, yəni ki, under the hood deyirlər ona, ingilislər, under the hood necə işlədiyini analiz edə bilim. Dolayısıyla bəzən indiki bir neçə dərsdə, yəni bundan sonraki bir neçə dərsdə də ola bilər ki, necə işlədiyi sual işarəti olan bəzi məqamlar yarana bilər beyninizdə. Bunları özünüzdə qırağa qeyd edin. Mənə bildirməyiniz də əla olar ki, mən bunu istifadə edim, amma bunun necə reallaşdığını mən bilmirəm. Bunu qeyd eləsəz, bu bizim üçün sizin inkişafınız baxımından da xeyli müsbət bir şey ola bilər. İndi burada gəldik, deməli birinci mən burada bir dənə obyekt yaradıram. DB obyekti 7-ci sətirdə gördüyünüz kimi. Bu DB obyektinin vəzifəsi nədir? Bütün database əməliyyatlarının qurulması, cədvəllərin qurulması və s. bu obyekt sayəsində olacaq. Və ondan sonra mən indi deyirəm ki, burada deyirəm ki, mən birinci verməliyəm ki, burada bir root verməliyəm. Deməliyəm ki, zəhmət olmasa bu database'i burada yarat. Burada biz bunu database URI, konfigurasiya, məsələn, burada config listimiz var bizim. App'in daxilində config listimiz var. Bunun məsələn ilk detallarına buradan baxa bilərsiniz. Yəni bu konfigurasiya config listi nə işə yarayır və hansı xüsusiyyətləri özündə daşıyır? Bunlar haqqında da danışacaq. Deməli mən burada nə edirəm? Deməli birinci burada mən özüm üçün proyektimin, database'inin harda qurulacağına burada qərar verirəm. Və 4 dənə slash, bu 3 dənə slash nəyi bildirir? Bunun SQLite, yəni ki, mənim database'imin növünü müəyyən edir. Ondan sonraki hissə isə o database'in path'ini göstərir mənə, yəni location'ını göstərir. Dolayısıyla mən burada deyirəm ki, burada bir dənə database yarat. Sonradan biz bunu istədiyimiz fərqli bir yerdə də yarada bilərik təbii ki. Amma hal-hazırda layihənin başlanğıcı olduğu üçün mən bu database elə burada, yəni ki, root folderında yaradacağım.
Bunu qeyd elədik. Dedim ki, zəhmət olmasa yaradacağın database-i bu locationda yarat. Ondan sonra gəlirəm üçüncü mərhələyə. Bunu yaratdıq deyək ki. Və ondan sonra mən qeyd eləməliyəm ki, bunun içərisində hansı table olacaq. Və mən öz layihəm üçün deyək ki, bir dənə class yaradacağam. Yəni layihəmin hissəsi üçün. Məsələn, deyək ki, mən burada nəyi idarə eləmək istəyirəm? Ən bəsit olaraq sizin üçün də rahat anlaşıla biləcək şəkildə. Deməli, bir dənə mənim mesaj formum var, kontakt formum var. Buradan istəyirəm ki, istifadəçilərin göndərdiyi mesajları mən götürə bilim. Yəni ki, oradan istifadəçi adını yazacaq, e-mailini yazacaq və mesajını mənə göndərəcək. Hələ ki, tarixlə bağlı heç nə eləmirik, fikriniz qarışmasın deyə. Və indi bunun üçün də mən nə etməliyəm? Mənim database cədvəlim yaranmalıdır. Hansı name, ondan sonra e-mail və message deyə bir bölmə yaranmalıdır. Və burada bunu eləyəndə mən bu SQL Alchemy'də bunu hazırlayanda belə bir şey strategiya ilə edirəm. Keçən dərsdə ORM haqqında danışanda dedik ki, biz classla cədvəli struktural olaraq eyniləşdirdik. Dolayısıyla mən gəlirəm, burada bir dənə class yazıram. Adına deyirəm ki, mesajlar deyə. Və bunu mən belə bir avtomatik olaraq, indi bunu Copilot mənim üçün elədi və burada görürsünüz ki, mən artıq bu şeyin içərisində, table'ın içərisində hansı kolumlarımın olacağını burada qeyd elədim. Və burada diqqət edirsə, biz necə ki create table eləyəndə nə edirik? Hər sütunu yaradırıq. Burada da eyni şəkildə, baxın, deyirəm ID sütunu yaransın, bu kolum olsun. Tipini burada müəyyən edirəm parametre olaraq. Ondan sonra primary key null olsun, primary key true olsun və burada auto increment'i mən bura qeyd eləməyə ehtiyacım yoxdur. Avtomatik olaraq onu özü daxil eləyəcək. Və bunu müəyyən edə bilərsiniz. True və ya false olaraq bunu müəyyən edə bilərsiniz. Bir dənə baxaq, auto increment varmı parametre olaraq? Baxın. Auto increment'da mən bura true yazıram. Yəni deyirəm ki, bu avtomatik olaraq increment eləsin. Əslində bu indi sizə hal-hazırda çox bəsit gəlir. Gördüyünüz kimi birbaşa SQL-də yazdığımız sistemin sadəcə sintaktik olaraq Python şəklində yazılmasıdır. Yəni bu framework istifadəsinin bizə gətirdiyi çox böyük müsbətdir. Yəni o qədər eyniləşdirmə, rahat eyniləşdirmə ediblər ki, biz bir SQL-in basic level'da bilən biri rahatlıqla burada modelini təyin edə bilər. Burada model ifadəsi istifadə edirəm. Bundan sonra biz burada yaratdığımız SQL cədvəlində, SQL database'ində yaranan hər table'ın texniki olaraq mənim framework'umda, yəni ORM-dəki adı model olaraq gedəcək. Yəni ki, mən messages modeli deyəndə sizin ağlınıza gəlməlidir ki, bu SQL-də bir cədvələ işarət edir. Və mən burada modellərimi, hətta ORM məntiqində belə bir şey var ki, yəni əgər siz sabah deyək ki, SQL ilə işləmək istəməsəz belə, siz özünüzdə öncədən, necə ki biz DB Designer-da database'imizin strukturunu qururduq, burada da eyni şəkildə model strukturunu öncədən qurmağımız lazımdır. Səbəbi nədir? Çünki biz orada hardware relation quracaq, hardware relationlar üzərində işləyəcək, onları bilə bilmək. Okay. İndi gəldik bura, messages bölməsində mən klassımı yaratdım. Bu nəyə işarət edəcək? Mənim elə bir ki, database'imə işarət edəcək, database cədvəlimə işarət edəcək. Və indi artıq mənim növbəti mərhələm nədir? Mən burada database'imin harada yaranacağını qeyd eləmişəm, database'imi idarə edəcək obyektimi təyin eləmişəm və cədvəlimin nə olduğunu mən təyin eləmişəm. Və burada diqqət edirsinizsə, mən nəyi burada inheritance aldım? DB model. Və burada yenə özümüzdə bir qeyd edirik ki, DB model nə iş görür? Bunun altında yatan sistem nədir?
Bunu da ayrıca bizim analiz eləməyimiz lazımdır. Çünki pro level'da biz öyrənmək istəyirik bu işi. Və indi gəldik bura. Və bundan sonraki addım, bu sadəcə bir dənə koddur. Mən burada necəsə database'i yaratmalıyam. Düzdürmü? Database'i yaratmalıyım. Database'i yaratmaq üçün də diqqət edirsə, database yaranması birdə dəfə olan bir prosesdir. Bir dəfə olan bir prosesdir. Yəni ki, hər dəfə, hər proyekt run olunanda database'in yaranmasına ehtiyac yoxdur. Mən bunu bir dəfə yaratmalıyam və ondan sonra geri qalan işləri görə bilməliyəm. Onun üçün biz bu database'i bir dəfə yarada bilmək üçün mən burada belə də yaza bilərəm. Normalda bunun komandası db.create all adına bir komanda var. Bu 14-cü sətirdə yazdığım komandanın vəzifəsi nədir? Mənim burada yazdığım bu location'da bir database yaradır və ondan sonra bu database'in içərisində də messages adında bir dənə şey yaradır, table yaradır və onun içərisində də bu sütunları yaradır. Amma mən indi bunu layihənin içərisində eləsəm, bunu elədiyimiz zaman, məsələn, gəlsəm bura desəm ki, py, run, py. Bu avtomatik olaraq o komandanı icra eləyəcək. Baxaq. Baxaq. Bircə dəqiqə. Unable to open project db. Pardon. Bunu da bir dənə nöqtəni slash səhv salmışam. Baxın. Bu avtomatik olaraq kodu run elədiyim zaman bu mənim üçün Project DB-ni yaratdı. Gedək baxaq görək həqiqətən bu Project DB yaranıbmı və nə olmalıdır içərisində avtomatik cədvəlimi yaranmış olmalıdır. Cədvəlimi görməliyəm. Baxın. Mən bunu bir dənə delete eləyim buradan. Təkrar bir remove eləyim və add database eləyim və buradan var olan database seçim. Baxın. Project DB yaranıb. Və mən bunun içərisində baxacaq görək cədvəlim yaranıb. Bunu connect edirəm. Və baxıram ki, messages adında cədvəlim yaranıb. Və bunun içərisində 4 dənə column. ID, name, email, message. Baxın, bircə sətirdə mən SQL kodu yazmadım. Bu yaranıb. Amma mən indi bunu bir dənə silim. Yəni, burada da yenə bu database'i silirəm. Və burada mən bu komanda, bayaq dediyim kimi bir serverimi saxlayayım, Ctrl-C ilə serverimi saxlayıram. Bu komanda bircə dəfə icra olunmalıdır. Niyə? Çünki mən burada hər dəfə cədvəl yaradanda bu avtomatik olaraq database də yaratmağa çalışacaq. Bu mənim üçün ehtiyacım olmayan bir şey. Dolayısıyla bu komanda bir dəfə icra olunan komandadır. Hələ ki. Dolayısıyla mən bunu nə edirəm? Bunu mən Python shell'də eləyəcəm. Yəni, necə eləyəcəm? Gələcəm, deyəcəm ki, buradan py-yə gələcəm. Yəni ki, Python shell'ə keçəcəm. Və burada deyəcəm ki, from run import db. Niyə db-ni import edirəm? Çünki db obyektinin bir metodunu execute eləmək istəyirəm mən. Ki, mənim database'im yaransın. Bunu elədik. Və ondan sonra gəlirəm, deyirəm ki, db.create all. Bu metodu icra edirəm. Çünki bu layihənin xaricindədir. Baxın, o run py-nin xaricində olduğu üçün mən bu bir dəfə istədiyim qədər icra edə bilərəm. Gəldim, baxın, bunu icra elədim. Bu mənim üçün avtomatik database'imi yaratdı. Gördüyünüz kimi. Dolayısıyla mən burada database'imi yaratdım və buradan artıq çıxıram. Yəni, burada işim qutardı. Yəni, database'im yarandı, cədvəlim yaranmış oldu. Burada problemim yoxdur. İndi mən artıq burada bu database'ə məlumat əlavə eləmə işini görmək istəyirəm. Məlumat əlavə eləmə işini görmək istəyirəm. Bu proses necə olacaq? Bu proses necə olacaq? Deməli, birinci database'ə məlumat əlavə eləyə bilmək üçün mən dataları almalıyam. Dataları hardan alacam? Bir HTML faylından. Deməli, mən birinci bu HTML faylını create eləməliyəm. HTML faylını create eləməliyəm ki, oradan mən datalarımı ala bilim. Bunun üçün də məsələn deyək ki, burada bir dənə HTML faylı yaradırıq. Deyirik ki, contact form. Contact form HTML. Bunu yaratdıq. Çünki birinci mən görməliyəm ki, hansı məlumatlar mənə gələcək, və ondan istifadə edəcəm. Mən burada birinci
Bootstrap'dan istifadə edəcəm. Daha görüntü olsun deyə, səliqəli bir görüntü olsun deyə və gələcəm bunun içərisində bir dənə form yaradacam və sonradan indi buranın action metodunu bura method post yazacam. Bu standartdır. Method post yazdı və indi mən bunun içərisində hansı məlumatlarımın göndəriləcəyini mən artıq burada istifadə edə biləcəm. Deyəcəm ki, burada mənə lazımdır nə? Bir dənə input lazımdır. Bunun da deyək ki, B5 form. Bu B5 Bootstrap'ın 5 versiyası deməkdir. Bunun IntelliSense-da kömək eləmək üçün extension yükləyə bilərsiniz özünüz üçün. Bootstrap'ın extensionunu yükləyə bilərsiniz. Mən bundan bəsit olaraq istifadə edəcəm, rahat olsun deyənə. Bu bir standart bir əlavə edir, görüntü əlavə edir. Mən bunların ehtiyacım olmayanları siləcəm. Deməli, bu da ehtiyac yoxdur buna. Mən buradan gəldim və bura bu ID-ni də silirəm və bunu da silirəm, daha rahat olsun deyə. Burada bir dənə görüntünün düzgün ola bilməsi üçün belə bir verəcəm və bura name deyəcəm. Name bərabərdir uname. Name deyəcəm. Və ondan sonra bunun eynisindən bir neçə dənə təkrarlayacam. Mənə nə lazımdır? E-mail lazımdır. U-email. Və bir dənə lazımdır mənə. Təbii ki, burada bir dənə də message lazımdır. Amma bu message nə olacaq? Bu biraz fərqli olacaq. Çünki text array olacaq. Yəni, text array dediyim şey də nədir? Mənim böyük mətnləri göndərə bilməyim üçün lazım olan bir HTML təqidir. Və bu klassları da əlavə edirəm bura. Name qalsın burada. Name ID-yə ehtiyac yoxdur. Və call 30, row 10 da bunu yazdım. Və ondan sonra son olaraq bir dənə də bura əlavə edəcəm. Submit button əlavə edəcəm. Class bura Bootstrap'ın klasslarından əlavə edəcəm. Primary deyə. Və buna name-ə ehtiyac yoxdur. Bura bir dənə value yazacağım. Value bərabərdir send deyə bir görüntü yazacağım. İndi bu bəsit bir görüntünü yaratdıq biz. Bəsit bir görüntünü yaratdıq. Hətta bunun görüntüsünü fiziki olaraq burada bir görə bilərik. Amma bu formu mən biraz kolun içərisinə yerləşdirəcəm bircə saniyə. Konteyner içərisində row və rowun içərisində də call 12 olsun. Bu şəkildə bunu yerləşdirdik ki, hətta bura bunu yerləşdirdik və bunun bir baxaq görüntüsünə necə bir görüntüsü var. Normal HTML olaraq baxaq. Belə bir görüntüsü var. İndi buna placeholderlarını da yerləşdirərik. Bura gələk bura placeholder yazaq. Placeholder deyək ki name, ondan sonra placeholder email və bura bir dənə placeholder əlavə edək. Deyək ki message əlavə edək və buna baxaq görək bu görüntü burada necə düzəldi. Belə bir əlavə elədik bura, mesaj əlavə elədik və bunun üzərinə təbii ki bir dənə də H1 ilə əlavə edək. Deyək ki contact form send message deyə bir edək və burada bir dənə class yazaq, MB3 yazaq ki, bir-birinə iç-içə girməsinlər və belə yazdıq. Deməli, belə bir formu var. Mən bu send-ə basanda bu məlumatların getməsini istəyirəm. Mən bunu normal HTML olaraq açdım, amma Flask olaraq açmadım. Mən indi bunun üçün nə etməliyəm? Burada mən bu UI-mı hazırladım, baxın. MVC-dəki UI-mı hazırladım. İndi bunun nəyini hazırlamalıyam? Kontrolörünü hazırlamalıyam. Gedəcəm bunun kontrolörünü hazırlamaq üçün. Mən burada nə edəcəm? Gələcəm bir dənə yeni root yaradacam. Deyəcəm ki, bu səhifəyə root
Və burada deyirəm ki, mən kontakt URL-inə klik eləyəndə, bu səhifə açılsın. Dolayısıyla gələcəm bura dev kontakt deyəcəm və burada deyəcəm ki, return render template nə? Kontakt HTML, kontakt form HTML. Form HTML. Bu şəkildə mən bunu yazmış olacağım bura. Və indi mən bu artıq layihəmi run eləyəndə gedək run eləyək. Run elədik. Və gəlirəm mən burada bu layihəmi açıram. Burada one page template'im açdı və burada kontakt URL-inə klik edirəm. Nədir? Kontakt form. Mən bunun adını düz yazmamışam deyəsəm. Bircə dəqiqə kontakt form. Alt tirəylə yazmamışam. Ona görə yəqin ki, düzgün olmuyor. Kontakt form yazmamışam. Bunu bu şəkildə gördüyünüz kimi kontakt URL-ində mən bunu, kontakt rootunda mən bunu görürəm. Okay. UI-mı hazırladım və indi kontrolörün ilkin vəziyyətini hazırladım. Dedim ki, kontakt formu şeyə gedəndə bunu açsın. İndi mən nə etməliyəm? Bu məlumatları göndərməliyəm. Hara? UI-dan kontrolöra ötürməliyəm ki, kontrolör qərar versin ki, mən ondan nə eləyəcəm. Bunu eləmək üçün də təbii ki, nə etmək lazımdır? Gələcəm bura, method post yazmışam. Deyəcəm ki, buradakı məlumatlar hara getməli? /kontakta getməlidir. Düzdürmü? Və kontakta gedəndə mən buradakı məlumatları nəyə görə alacağım? Uname, uemail, umessage məlumatları. Message. Və ondan sonra gələcəm, deyəcəm ki, əgər if request .method bərabərdirsə nəyə? Posta bərabərdirsə neyini? Deyəcəm ki, mən birinci oradakı məlumatları götürməliyəm. Yəni, formdan gələn məlumatları götürməliyəm. Deyəcəm ki, name məlumatı olsun. Nə? Request obyektindən request.form name. Məndə burada nədir? Bu uname'dir. Uname. Ondan sonra bunu götürdük. Uemail. Baxın, burada bir şeyə diqqət edeyim. Mən ID-ni götürmədim. ID ilə əlaqədar heç nə eləmədim. Səbəb də nədir? Çünki mən bunun database-imdə qeyd edən dedim ki, o auto-increment olsun və avtomatik əlavə olunsun. Gəldim bura, message dedim və umessage. Bu adlara diqqət edəcəyik. Buradakilərin eyni olmasını təmin etmək üçün. Bunlara diqqət elədik. Və artıq mən burada name, email, message dəyişənlə variable'ları ilə o kontakt formundakı məlumatlarımı aldım. İndi mən nə etməliyəm? Mənim bunu database-ə əlavə etməm lazımdır. Mən də diqqət elədirsə, keçən ORM-də danışdıq ki, yəni database-ə əlavə eləmək, cədvələ əlavə eləmək nə deməkdir? Təzə bir dənə record yaratmalıyam. Və təzə bir rekordu da biz ORM məntiqi ilə izah edəndə dedik ki, SQL table'ındakı hər row mənim üçün Python'da bir obyekt deməkdir. Hansı tipdə obyekt? O cədvəl tipində obyekt. Mənim cədvəl qarşılığım nədir? Modeldir. Deməli ki, mən burada nə yaratmalıyam? Bir dənə belə bir şey yaratmalıyam. HTML və burada message yaratmalıyam. Deyirəm ki, bu message bərabərdir nə? Burada belə bir message yaradıram. Yəni, bu klassdan bir obyekt törədirəm. Baxın, bu obyekti törədirəm. Və ondan sonra mən burada nə etməliyəm? Bu rekordumu yaratdım. Bu obyektimi yaratdım. İndi mən bunu əlavə eləməliyəm. Hara? Mənim cədvəlimə. Birinci bunu Python olaraq edirəm. Bunu eləmək üçün də deyirəm ki, db.model bunu əlavə eləmək üçün də bir dəqiqə. Burada mən hər hansı bir obyekt yaradanda gəldim, obyektimi yaratdım. Baxın. Və ondan sonra mənim bunu əlavə eləməyim lazımdır. Hara? Mənim database-imə. Bu database-imə də məlumat əlavə edə bilməliyəm. Yəni, rekord əlavə edə bilmək üçün mən deyirəm ki, db.session.add, yəni zəhmət olmasa əlavə elə, message-i bu rekordu əlavə elə.
Okey. Bura qədər əlavə elədi. Məlumatı əlavə elədi. Amma hələ ki Python olaraq əlavə edir. Düzdürmü? Pythonda bir kontekst yaradır və bunu əlavə edir. Mən bunu SQL-ə tətbiq eləməyim lazım. Okey. Ondan sonra gəlirəm bura deyirəm ki db.session.commit. Bu SQLite-də diqqət elədiyinizsə SQLite-də da commit komandası var idi. O nə edirdi? Mənim yaratdığım SQL sorusunu SQL cədvəli üzərində icra edirdi. İcra edirdi və ondan istifadə edirdi. İndi mən bunu elədiyim zaman gedək artıq bir dənə yoxlamasını aparaq. Gələk bura. Deməli Hello World-də bunu açdıq. Və burada da mən cədvəlimi bir dənə connect edeyim baxım. Add elədik. Burada görək. Hələ ki rekordum yoxdur. Bir də onu yoxlayacağam. Connect, select, all from nədən messages. Baxaq görək. Mənim burada hər hansı bir rekordum var. Hal-hazırda mənim rekordum boş. Və ondan sonra gəlirəm bura deyirəm ki ahmed@gmail.com bu bir test mesajıdır deyə yazır. Yazdım. Və indi sendlə basıram. Bunu göndərdi. Baxaq görək bu gedib database-ə düşdü. Bəzəndən rekordu edirəm. Baxın. Artıq mənim o məlumatım gəldi, düşdü mənim database-imə. Baxın, ORM-in buradakı xüsusiyyəti nədir? Mən bircə sətirdə görmədim. Necə deyərlər? SQL kodu görmədim. SQL kodu görmədim və bunu idarə edə bildim. Və artıq mən buradan rahatlıqla datalarımı əlavə edə bilirəm. İndi birinci bu prosesi bizim düzgün başa düşməyimiz lazımdır. Yəni ki, ilkin olaraq mən burada bir dənə nə elədim? Təkrarlamağa qalsaq, deməli Flask SQL Alchemy-ni install edirəm. Ondan sonra database-imi harda yaradacağımı təyin edirəm. Ondan sonra bu database-i idarə etmək üçün obyekt yaradıram. Ondan sonra modelimi yaradıram, messages modeli. Ondan sonra database-imi create edirəm və sonra UI-mi yaradıram və ondan sonra da mən kontrolumu yaradıb onun üzərində işləyirəm. İndi burada baxın. MVC application məntiqi ilə düşünsək, bura mənim view-umdur. Okey. Bura mənim kontrolörümdür. Fikir verin. Bu root mənim kontrolörümdür. Çünki datanın hara gedəcəyinə, nə olacağına bu qərar verir. Bura isə mənim modelimdir. Yəni, baxın, datanı create eləmək üçün hansı struktur lazımsa mən burada qərar verirəm. Ondan sonra o datanın hara gedib, haradan gələcəyinə kontrolör qərar verir. Və UI-dan, yəni müştəri ilə ünsiyyətdə olan tərəfdə nədir? Mənim view-um. Yəni, bunu bəsit olaraq özünüzdə canlandırma eləyin ki, məntiqi otuzdura biləsiniz yavaş-yavaş. Okey. İndi artıq bundan sonra biz baxacaq ki, yəni ki, özünüzü bu sayədə, yəni ki, Flask-də və ya ümumən webdə inkişaf elətdirəndə zəhmət olmasa, hər dərsin sonunda o dərsdən bir addım irəli getməyə çalışın. Məsələn, bunu elədiniz, eləmi? Məsələn, özünüzə bir dənə sual verə bilərsiniz ki, mən sabah qərar verdim ki, misal üçün, buradan name column-unun adını dəyişdirmək istəyirəm. Name column-unun adını dəyişdirmək istəyirəm. Ondan sonra, məsələn, email column-unun adını dəyişdirmək istəyirəm və ya tipini dəyişdirmək. Bunları dəyişdirəndə nə olacaq? Yəni, SQL-dəki alter məsələsi, alter table məsələsi burada necə reallaşır? Yəni, bu şəkildə yazılan kodu tənqidi aspektdən baxaraq yorumlamağa çalışsanız, bu sizə təzə öyrənmə üsulları açacaq. Yəni, buna indidən başlayaraq bunu eləməyiniz lazımdır. Yəni ki, elə bir
modelə gəlməyimiz lazımdır ki, bizim 5-10 dərs sonra artıq beynimizdə yaranan bir dənə də sual olmamalı ki, burada hansı proses gedir. Yəni, burada DB modeli də analiz eləmək lazımdır. Ayrıca buradakı bu DB integer, DB string, DB nə bilim primary key və s. bunları da analiz eləməyimiz lazım olacaq. Belə, yəni ki, bundan sonraki bütün Python'da yazdığınız və ya Flash'da yazdığınız kodlara öz aspektinizdən tənqidi şəkildə yanaşmağınız lazımdır. Okey. Belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.